Vaşinqton və Tehran atəşkəs şərtləri ilə bağlı razılığa gələ bilməsə, Amerika İrana qarşı əvvəlkindən daha geniş miqyaslı hücumlar həyata keçirəcək. Bunu Amerika lideri Donald Trump deyib. Biz onlara çox sərt zərbələr endirdik, amma bunu yenidən və daha sərt formada edə bilərik. Ümid edirəm ki, buna məcbur qalmayacaq. O, İranın nüvə silahına sahib olmayacağına söz verib. Onlar daha çox razılaşma istəyirlər. Görək vəziyyət necə olacaq? Xatırladaq ki, Trump daha öncə Amerika-İran danışıqlarının son mərhələdə olduğunu qeyd etmişdi. Gürcüstandan Ermənistana qədər uzanacaq Putin yolu adlı logistika dəhlizi layihəsi təqdim edilib. Bunu Moskvada keçirilən konferans zamanı Rusiya Rabitə İnkişaf İnstitutunun direktoru Vladislav Kasumyanov deyib. O qeyd edib ki, layihə regionda Qərbin təşəbbüsü ilə həyata keçirilən nəqliyyat və logistika marşrutlarına alternativ kimi təqdim olunur. Qeyd edək ki, Moskvanın Putin yolunu Trump yoluna alternativ kimi irəli sürdüyü ehtimal edilir. Söz gedən layihəni Kremlin Zəngəzur dəhlizi hesab etmək olar. Amerika prezidenti Donald Trump və İsrailin baş naziri Benjamin Netanyahu 20 may gecəsi uzun və dramatik telefon danışığı aparıb. Məlumata görə söhbət İrana qarşı Amerika-İsrail hərbi kampaniyasının mümkün bərpası ilə bağlı xəbərlər fonunda qərar qəbul etmək ərəfəsində baş tutub. Daha əvvəl İslam İnqilabı Keşişçiləri Korpusu Amerika və İsrailin İrana yenidən hücum edəcəyi təqdirdə müharibəni yaxın şərqdən kənara çıxaracağı ilə hədələmişdi. İslam İnqilabı Keşişçiləri Korpusu əlavə etmişdi ki, İran xalqı döyüş meydanında gücünü nümayiş etdirməyə hazırdır. İran yeraltı raket infrastrukturunu yenidən aktivləşdirib. Bu barədə The New York Times nəşri yazıb. Qeyd olunub ki, İran Amerika tərəfindən əvvəlki hücumlar zamanı hədəfə alınan bir sıra yeraltı ballistik raket anbarları və tunellərə çıxışı yenidən bərpa edib. Məlumata görə, İranın raket infrastrukturu əsasən qranit qayaların içində qazılmış dərin yeraltı tunellər və ambar sistemlərindən ibarətdir. Bu tip obyektlər yüksək müdafiə qabiliyyəti ilə seçilir və hava hücumlarına qarşı daha dayanıqlı hesab olunur. Amerika aviasiyasının həmin obyektləri tam məhv etməkdə çətinlik çəkdiyi, əməliyyatlar zamanı əsasən giriş və çıxış nöqtələrinin hədəfə alındığı qeyd olunur. Kreml Ermənistanın həm Avrasiya İqtisadi Birliyində qalması, həm də paralel şəkildə Avropa İttifaqına inteqrasiya kursu aparması ilə razılaşa bilməz. Bunu Rusiya Xarici İşlər Nazirinin müavini Mikhail Galuzin deyib. Onun sözlərinə görə, Moskva dəfələrlə İrəvana bu siyasətin ziddiyyətli olduğunu çatdırsa da, Ermənistan rəhbərliyi Rusiyanın xəbərdarlıqlarına lazımı diqqət göstərmir. Rusiyada hesab edirlər ki, Qərb və Avropa İttifaqı Ermənistanı Moskvaya qarşı geosiyasi alətə çevirməyə çalışır. Kreml düşünür ki, Qərb İrəvanı Rusiyaya qarşı təzyiq siyasətinə cəlb etməyə çalışır və regionda öz təsir imkanlarını genişləndirmə niyyətindədir. Amerika Hərbi Dəniz Qüvvələrinin təyyarə daşıyan qrupu Karib dənizinə daxil olub. Bu barədə Amerika Cənub Komandanlığı məlumat yayıb. Karib dənizinə xoş gəlmisiniz. Nimitz təyyarə daşıyan zərbə qrupu deyə məlumata qeyd olunub. Qrupa Nimitz təyyarə daşıyan gəmi, Gridley esminensi və köməkçi gəmi Patuxent daxildir. Qeyd edək ki, təyyarə daşıyan qrupu Karib dənizinə Kubanın keçmiş lideri Raul Castro'ya qarşı ittihamlar fonunda daxil olub. Amerika prezidenti Donald Trump Kuba ilə gərginliyin artacağını istisna edib. Ağ Ev rəhbəri Amerikanın Kubanı düşündüyünü və Vaşinqtonun Kubalılara kömək etməli olduğunu qeyd edib. O, həmçinin Kubanın zəifləyən bir millət olduğunu və bundan sonra onu nəyin gözlədiyini deyə bilməyəcəyini bildirib. İsrail Baş naziri Benjamin Netanyahu, İsrailin Milli Təhlükəsizlik naziri Itamar Ben-Gviri Qəzzaya humanitar yardım apardığı üçün saxlanılan Sumud donanmasının fəallarının təhqir edilməsini əks etdirən görüntülərə görə tənqid edib. Netanyahu İsrailin ərazi sularına daxil olan donanmanın saxlanılmasına haqq qazandırsa da, Ben-Gvirin yardım aparan fəallara münasibətinin İsrailin dəyərlərinə uyğun gəlmədiyini deyib. Mən müvafiq orqanlara təxribatçıları mümkün qədər tez qovmaq tapşırığı vermişəm. Eyni zamanda bununla bağlı Gvillə danışıqlar aparacaq. Bu, qəbul edilməz münasibətdir, deyə Netanyahu qeyd edib. Ermənistan Baş naziri Nikol Paşinyan Vanazorda keçirilən seçki qabağı təşviqat kampaniyası zamanı müxalif namizəd Andranik Tevanyana qarşı dövlətə xəyanət ittihamı ilə cinayət işinin açılacağını
bəyan edib. Paşinyan mitinqdə çıxışında hüquq-mühafizə orqanlarına konkret tapşırıq verdiyini gizlətməyib. Sabah Milli Təhlükəsizlik Xidməti müəyyən olunmuş qaydada İstintaq Komitəsinə rəsmi məlumat göndərəcək. Gözləyirik ki, Andranik Tevanyana qarşı vətənə xəyanət maddəsi ilə cinayət işi açılsın. Bilmirəm, bəlkə də 2032-ci ildə də burada ola bilərəm. Bu sözləri Amerika prezidenti Donald Trump deyib. Bu sözləri Amerika prezidenti Donald Trump Sahil Mühafizəsi Akademiyasının məzunları önündə çıxışında deyib. O, ölkəsinin buzqıran gəmi sahəsində geri qaldığı üçün Finlandiyadan 11 yeni buzqıran gəmi sifariş verdiyini bildirib. Onun sözlərinə görə, Trump gəminin nə zaman hazır olacağını soruşanda ona 2028-ci ildə hazır olacağı deyilib. Amerika prezidenti çıxışı zamanı 2028-ci ildən sonra da prezident olacağını vurğulayıb. Mən burada bir də 2028-ci ildə, bəlkə də 2032-ci ildə olacağam. Bilmirəm, bəlkə də olacağam, deyə Trump qeyd edib. Amerika NATO-nun fövqəladə qüvvələrinin də iştirakını azaltmağa hazırlaşır. Reuters agentliyinin yaydığı məlumata görə Pentagon iri böhranlar zamanı NATO tərəfindən operativ şəkildə istifadə oluna biləcək Amerika qoşunları və silahlarının sayını azaltmağı planlaşdırır. Qeyd olunur ki, bu addım NATO'nun Avropada sürətli gücləndirmə ssenarilərini çətinləşdirə bilər. Qərar Trump administrasiyasının Avropanın öz müdafiəsinə daha çox məsuliyyət götürməsi ilə bağlı mövqeyi ilə əlaqələndirilir. Reuters yazır ki, Pentagon daha əvvəl də Avropadakı Amerika döyüş briqadaları qruplarının sayını azaltmışdı. Hazırda onların sayı 3-dür. Halbuki 2021-ci ildə Rusiya-Ukrayna müharibəsindən əvvəl Avropada 4 Amerika briqadası yerləşirdi. Amerika Silahlı Qüvvələri İrana qarşı dəniz blokadasını tam gücü ilə davam etdirir. Bu barədə Amerika Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının məlumatında deyilir. Məlumata görə, İrana qarşı tətbiq olunan blokada çərçivəsində İslam Respublikasının limanlarına daxil olmağa və onu tərk etməyə çalışan ticarət gəmiləri saxlanılaraq istiqaməti dəyişdirilir. Blokada çərçivəsində artıq 89 ticarət gəmisi saxlanılaraq geri döndərilib.